Mən həqiqətən də özümə inanıram. Bu günə kimi başımıza gələn bir çox hadisə, çəkdiyimiz bir çox əziyyətlər, bir çox bədbəxtliklər özümüzə olan güvənin az olmasından irəli gəlib. Bəs necə eləyək ki, özümüzə olan güvəni bərpa eləyək? İndi 5 il ərzində apardığım araşdırmalar sonucunda bir düstur kəşf eləmişəm və bu düsturu sizinlə bölüşəcəm. Birinci etməli olduğumuz bizim hər gün özümüzə güvəndiyimiz haqqında mesaj ötürməkdir. Yəni biz bunu neyləyəcəyik? Özünü təlqin vasitəsilə təhtəl şüur altına mesaj ötürəcəyik. Təhtəl şüur altımız bunu qəbul edəcək və fiziki ekvivalent şəkildə dünyaya bunu geri ötürəcək. Biz hər gün mən özümə güvənirəm, mən bunu bacaracağam, mən bunu əldə edəcəm və mən hansı gücə qadir olduğumu bilirəm tipində mesajlarla öz beynimizə bunu aşılamağa çalışacağıq. Bəs bizim burada ikinci etməli olduğumuz şey nədir? İkinci etməli olduğumuz şey isə bizim düşüncələrimiz haqqında ideya yaratmaqdır. İdeya bizim beynimizə impuls ötürür. Bu impuls vasitəsilə bizim beynimizdə fikir formalaşır. Bu fikir sadəcə formalaşdıqdan sonra biz arzu etmək vasitəsilə, arzulamaq vasitəsilə bu fikri enerji ilə təchiz edirik və enerji ilə təchiz olunmuş fikir isə təhtəl şüur altına mesaj ötürərək bunu həqiqi, yəni sanal, gerçək aləmə şüuraltı ekvivalentlik vasitəsilə həqiqətə çevirmək üçün mesaj ötürür. Və bizim beynimizdə artıq olmalıdır, etməlidir, olmalıdır, alınacaq tipli mesajlarla gerçəyə dönmüş şəkildə geri qayıdır. Bəs bizim bu yolda üçüncü atacağımız addım nədir? Bizim bu yolda üçüncü atacağımız addım isə özünü təlqindir. Özünü təlqini unutmamaq. Yadında saxlayın, əgər ki bir insan təkidlə bir şeyi çox istəyərsə, həmin şeyin baş vermə faizi daha çox artacaq. Düşünün, evdə bir şıltaq uşaqsınız və siz hər gün evinizdən sizə hər hansı bir şirniyyatı almağını istəyirsiniz. Bu şey bir dəfə dedikdə valideynləriniz bunu göz ardı eləyə bilər. 2 dəfə dedikdə göz ardı eləyə bilər. Üçüncü dəfə artıq dedikdə, onlar da bunu eşitdikdə bunu alım o uşağa verim. Sadəcə burada bir sakitçilik olsun tipində bir özlərində düşüncə yaranır. Bu da onun kimidir. Siz artıq bunu dəfələrlə özünün təlqin vasitəsilə eşitdirdikcə artıq dünya deyir ki, gəlin biz bunun istədiyini verək. Bunu əldə eləsin. Gələn səfər bizdən artıq başqa bir şey istəməyə başlasın və bu yolda özünü təlqin bizim çox əsas, vacib olan vasitələrimizdən biridir. Özünü təlqini unutmuruq. Bəs burada olan dördüncü şey nədir? Dördüncü şey isə həmişə mən dediyim kimi bildiyimiz şeyi, istədiyimiz şeyi öncə biz nəyəsə qeyd etməli. Bir vərəq götürürsünüz, bu vərəqdə mən nə istəyirəm, mənim istədiyim şeylər nədirsə, mən bunları kağıza qeyd edəcəm, öz müddəalarımı kağızda yazılı şəkildə görəcəm və hər gün, hər yerdə bunlar mənim qarşıma çıxacaqlar. Səhər oyandımmı? Tamam, kağıza baxdım, təkrar elədim. Axşam yatırammı? Kağıza baxdım, təkrar elədim. Yol gedirəmmi? Divarda yapışdırmışam. Divara baxdım, təkrar elədim. Tez-tez bu hallar təkrar olunmalıdır və sizin bu arzu istəyiniz getdikcə şiddətlənməlidir, artmalıdır, hiddətli bir şəkildə çoxalmalıdır və bunun əvəzi sizə gəlməlidir. Arzularınızı, istəklərinizi qeyd etməyi unutmayın. Bu böyük bir faktordur. Beşinci müddəamız nədir? Əsas müddəamız nədir? Beşinci müddəamız isə biz əldə etdiyimiz qazancı, xoşbəxtliyi kimisə bədbəxtçiliyin üzərinə qurmalı deyilik. Buna nəzarət etməliyik. Kimsə bizim xoşbəxtçiliyimiz üzərində bədbəxt olacaqsa, biz bu işdən çəkinməliyik. Yadınızda saxlayın. Allahu Teala dünya yer kürəsi sadəcə qarşısındakı insana, xoşbəxtlik arzu edən insana nə isə vəd edir. Siz əgər kimisə pisliyini istəyirsə, onun bədbəxtçiliyi üzərində xoşbəxtlik qurmaq istəyirsə, bununla siz xoşbəxt ola bilməzsiniz. Bu bizim vacib məsələlərimizdən biridir. İndi isə artıq gəlib videonun son məqamına çıxırıq. Bundan sonraki mövzularda hansı mövzudan bəhs etməyimi istəyirsə, sadəcə yorumlardan və şərhlərdə qeyd edə bilərsiniz. Hər gün müəyyən bir təlim mövzularından, biznes təlim planı olsun və yaxud da danışıq təlimi olsun, natiqlik qabiliyyəti, qazanma, düşün və varlan. Bu tipli bölmələr üzrə, bu tipli mövzular üzrə söhbətlərimiz olacaq. Sizin xüsusi istədiyiniz mövzu varsa, bu mövzular barəsində sizinlə söhbət edə bilərik və yaxud da həmin mövzular barəsində video çəkib paylaşa bilərəm ki, sizin də qulağınız aşina olsun. Dinlədiyiniz üçün təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.